Yeni bir mənzildə hamınızı xoş gördük dəyərli izləyicilərimiz. Yeni Yasamallı Dadaş Bünyazada küçəsində 17 mərtəbəli binanın 15-ci mərtəbəsində qanuni 2 otaq, 96 kvadrat ölçülü 3 otağa düzəlmə, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan Kopçalı bir mənzili sizlərə ətraflı şəkildə təqdim edəcəm. Təqdimatdan öncə kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Burada mənzilimizin əziz izləyicilərimiz geniş bir qonaq otağı yerləşir. Mənzilimiz tam yelçəkər mənzildir. Orta blokda yerləşir. Hər iki tərəfə açılan eyvan hissəsi var. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Qonaq otağından eyvana çıxış hissə mövcuddur. Mənzilimiz Yeni Yasamal Dadaş Bünyazada küçəsi Rahat Market və Yasamal Molu yanında Köhnə Beyaz Marketin yanında yerləşir. Hal-hazırda qonaq otağının gözəlliyini görürsünüz. Divarda lepqa işləmələrdən, məxməri boyalardan və qızlı lepqa işləmələrdən, daraqlardan istifadə olunub. Döşəmədə bahalı, parketdən də bahalı laminatdan istifadə olunub. Tavanda isə çıraqlar, asma tavan, spotlar və gizli işıqdan istifadə olunub. Burada giriş hissədir. Baxın, giriş qapıdan oradan daxil oldu. Belə bir dəhliz hissə bizi qarşılayır. Baxın, bu şəkildədir. Daxil olduqda döşəmədə 60-120 qranit mərmərlərdən istifadə olunub. Burada da divarlarda olduğu kimi, qonaq otağında olduğu kimi məxməri boyadan istifadə olunub. Sağ hissədə qardırob üçün ayrılmış zolaq hissə var. Bunu ev sahibi öz cibinin vəsaitinə uyğun şəkildə yığılacaq. İstər ev sahibi tərəfindən, istər müştəri tərəfindən qiymət razılaşma əsasında yığılması mümkündür. Burada bura hissənin alınmış zolağı, istəsəz burada make-up üçün və yaxud da ki, açarlıq üçün güzgü yerləşdirə bilərsiniz. Qonaq otağını sizlərə təqdim elədik. Burada mənzilin uşaq yataq otağı yerləşir, əsas yataq otağı, mətbəxi və sanitar qovşağı yerləşir. Bu hissədən sizlərə təqdim edim. Baxın, belə bir sanitar qovşağı var. Lazım olan aksesuarlarla təmin olunub. Duş qabını isə tam şəkildə yığılıb. Binada ilk sürətli lift var. Geniş həyət, yeraltı dayanacaq mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Burada mənzilin mətbəx hissəsi yerləşir. Baxın, belə bir gözəl mətbəx hissə var. Mətbəx mebeli həmçinin ev sahibi tərəfindən alıcının zövqünə uyğun şəkildə yığılacaq və yaxud da ki, qiymətdə razılaşma əsasında mətbəx mebeli və giriş mebelinin pulu əsas qiymətdən çıxarılaraq ev sahibi alan şəxs istədiyi qiymətə, büdcəyə uyğun şəkildə mətbəx mebeli yığa bilər. Və mətbəx hissədən də geniş bir eyvana çıxış mövcuddur. Baxın, belə bir eyvan var. Dəmir barmaqlıqlarla bağlı şəkildədir. Gün düşən hissədir. Mənzil həm şərq, həm də qərb istiqamətinə baxır. Yəni belə deyək, gün çıxana və gün batana baxır. Şimal hissəyə qətiyyən baxmır. Qarşısı açıqdır. Gün düşən bir mənzildir dəyərli izləyicilərimiz. Keçək digər hissələrlə də yaxından tanış olaq. Bütün elektrik, sanitexnik işləri sıfırdan görülüb. Təzə təmir olmuş bir mənzildir. Burada isə mənzilin əsas yataq otağı yerləşir. Kifayət qədər geniş sahəyə malikdir. İstilik sistemi fərdi olaraq kombidir. Kombidə ev sahibi tərəfindən alıcıya yığılıb təhvil veriləcək. Mənzil yeni qutarıb təmiri, hündürlüyü çox gözəldir. Təqribi 3 metrə yaxın hündürlüyü var. Alıb yaşamaq üçün ideal bir təklifdir. Burada isə 3-cü otaq yerləşir. İstəsəniz buranı uşaq yataq otağı, istəsəniz İş otağı, istəsəniz qardırob otağı kimi etmək mümkündür. Baxın, belə bir özünə aid bir çılçıraq hissəsi, təndir, kombi hissəsi baxın burada yerləşdirilir. Bütün elektrik işləri tam şəkildə görülüb və bitib. Mənzil haqqında ümumi məlumatı sizlərə qeyd edim əziz izləyicilərimiz. Deməli, daxil olduqda giriş hissə belə bir 60-120 qranit mərmər və istipol, sağ tərəfdə qonaq otağı, uşaq otağı deyək, 3-cü otağı deyək, əsas yataq otağı, mətbəx hissəsi, eyvana çıxışı və burada isə mənzilin sanitar qovşağı yerləşir. 96 kvadrat ümumi sahəyə malik bu mənzil 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. 235.000 manat başlanğıc qiymət təklif olunur ev sahibi tərəfindən. Reallıq olsa bazarlıq etmək imkanı da mümkün olacaqdır. Açar məndədir. Gün ərzində mənzilə əhəng şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək.